Quran-ı Kərimin Hədid surəsinin bir ayəsi ilə sözümə başlayıram. Allah Teala Quran-ı Kərimdə buyurur: İ'ləmu, bilin və agah olun, ənəməl həyatud dünya ləibun və ləhvun. Bu dünya həyatı bir oyun, əyləncə, və zinətun və təfaxurun beynəkum və təkalsurun fil ənvali vəl ovlad. Aranızda lovğalanmaq və mal, dövlətlə, övladla, bunların çoxluğu ilə yarışmaqdan ibarətdir. Bu ayədə əslində qısaca diqqət edilsək, bu mövzumuzda elə başa düşməyək ki, biz dünya malını və yaxud da dünyanı pisləmək üçün bu mövzuda danışırıq. Yox, əsla belə başa düşülməsin. Amma sözümüzün əvvəli və sonu bu sözün əsasında olacaq ki, dünyanı məqsəd yox, biz bir vasitə bilməliyik.